Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı, halınız necə olardı? Həqiqətən Ayşə barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir. Məyər o yalan sözü eşitdiyiniz zaman, mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub, bu açıq aydın bir böhtandır deməli deyildilərmi? Ayşəyə iftira yaxanlar nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək 4 şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalancıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə